Salam dəyərli izləyicilər, bugünkü buraxılışımızda həmkarım Elmir Quluzadə ilə birlikdə naməlum USB və flash kartların yarada biləcəyi risklərdən danışacağıq. Elmir bəy, naməlum USB və flash kart deyiləndə nə nəzərdə tutulur? Mənşəyi bilinməyən, kimə aid olduğu məlum olmayan və ya etibarsız mənbədən əldə olunan yaddaş qurğularına naməlum USB və ya flash kart deyilir. Naməlum USB qurğuları hansı təhlükələr yarada bilər? Bu cür qurğular virus, zərərli proqram və casus proqramlar vasitəsilə kompüterə yoluxa və məlumatların oğurlanmasına səbəb ola bilər. USB qurğusu kompüterə qoşulduqda təhlükə necə baş verir? Bəzi USB qurğuları avtomatik işləyən zərərli kodlar vasitəsilə istifadəçinin xəbəri olmadan sistemə zərər verə bilər. İş və ya şəxsi kompüterdə naməlum USB istifadə etmək niyə xüsusilə təhlükəlidir? Çünki bu zaman yalnız fərdi məlumatlar deyil, həm də işlə bağlı məxfi sənədlər və daxili infrastrukturla bağlı məlumatlar risk altına düşə bilər. Xarici qurğulardan istifadə edərkən təhlükəsizliyi necə təmin etmək olar? Naməlum qurğuları kompüterə qoşmamaq, antivirusdan istifadə etmək və USB istifadəsini məhdudlaşdıran təhlükəsizlik qaydalarına əməl etmək lazımdır.